Oxuyaq uşaqlar, lə minorda bütün keçilənləri oxuyaq, təkrarlayaq. Oxuyaq. Hazırıq? Aha, oxuyaq. Minorun 3 halı. Kim danışar? Əvvəlcə təkrarlaya. Buyur. Natural halda heç bir dəyişiklik olmur. Harmonik halda 7-ci pilə yarım ton. Büfət desin. 7-ci pilə yarım ton. Birləşir, melodika da rəvan desin. Gedəndə, Qama yuxarı gedərkən. 7-ci Lər, yarım ton. Birləşir, geri qalanında isə ləğv olur. Ləğv olur və qama natural səslənir. Ay sağ ol. Oxuyaq indi uşaqlar. Gəlin oxuyaq. Lə minoru 3 halda. Hə, təkrarlayaq. Hə, bütün keçirənlər oxuyaq. Qamada lə minorda. Ayrıca işte la, hamıda. La, düz oturaq, şax oturaq. La, aha, gəl. La, si, do, re. Uşaqlar oxuyuruq həvəslərin üstə, belə yox. Bir də la, si, do, re, mi, təmiz mi, va, sol, la, sol, fa, mi, re, do, si, la. Harmonikalı nə baş verir? Tez harmonikalı. Harmonikalı deyin hazır cavab. 6-cı 7-ci pilə. Harmonikalı hazır. Bildim 7-ci biləcək. Hansı not? Hazır cavabı deyil. Sol. Sol diz, əhsən, sol diz, 7. Bir dənə qalxma, bir dənə düşürük, tez 7. Sol diz, lə minorun harmonikalı. Sol diz, si minorun harmonikalı. Lə diyez. Lə diz, re minorun harmonikalı. Mi diyez. Yox, re minor. Do diyez. Do diz, mi minorun harmonikalı. Re diz, düzdür, 3 adam. Lə minorun harmonikalı nə oldu? Sol diz, oxuyuruq. La, si, do, re, mi, fa, sol, diez. La, sol, diez. Fa, mi, re, do, si, la. Bunları yazaq. Kim yayınlanız? Kimin yayınası yoxdur? Evdə oxuya bilərsiniz. Oxuyaq melodik halda. La, si, do, re, mi, fa, diez, sol, diez, la, geri, la, sol, bekar, fa, bekar, mi, re, do, si, la. Əla uşaqlar. İndi oxuyuruq lə minorda sabit səslər. Sabit səslər? 1-3-5 oxuyaq. La, do, mi, geriyə filələrdən 5, 3, 1. Yollardan yuxarı 4 səs. La, do, mi, la, geri yuxarılarında götürək. La, mi, do, la. Geri sabit səslər? 2, 4, 6, 7. 2, 4, 6, 7. Hansı səslərdir? Si, re, fa, fa, sol, diez. Aha. Amma 7-ni altaq əvvələ sol, diez, si, re, fa. Oxuyaq. 7, 2, 4, 6 sabitlər. 1, 3, 5. Oxuyaq 1, 3, 5-i. La, do, mi. Yaxşı. Qeyri-sabitdən sabitə həll uşaqlar. Buyur. 67. Əhsən, oxuyuruq. si, La, do, re, Do, fa, temiz, fa, mi, sol, diez, la. Əhsən uşaqlar, indi ikinci üsuldan oxuyaq. İkinci üsul nədir? Qeyri-sabitin sabitə həllinin. 2 1-ə həll olduğu kimi 2-nin ətrafı nədir? Bir tərəfi 1-dir, digər tərəfi 3-dür. Ay, sağ 3-ə də həll ola bilir, düzdür? 4. 3-ə həll olduğu kimi 4 həm də 5-ə həll olur. 6. 5-ə həll olduğu kimi 6 həm də yox, 7 qeyri-sabitdir. Onun üstündən keçir, 1-ə həll olur. Bəs 7 yalnız 1-ə həll olur. Çünki sol tərəfi qeyri-sabitdir, 6-dır.
Onun üstündən də aşıb 5-ə heç vaxt həll olmaz. Oxuyaq. 2, 3-ə, 4-3-ə, 4-5-ə, 6-5-ə, 6-1-ə, 7-1-ə. Notlarla. Si, la, si, do, re, do, re, mi, fa, mi, fa, sol və 7-1-ə harmonik. Sol, si, la. Aparıcı tonlar uşaqlar. Hansılardır aparıcı tonlar? 2-1-ə və 7-1-ə. Əhsən, oxuyaq. Yetti birə. Sol, yaxşı. İndi belə oxuyaq. 7, 2, 1. Birləşdirək. Sol, diez. Oxuyun da. Sol, diez. Si, la. Səsin gəlsin lütfən. İndi 2, 7, 1. Notlarla çək. Si, sol, diez, la. Alt tetraforda aşağı. Pilələr, cəl. 1, 2, 3, 4, O aşağı. Mən yuxarı demədim. Alt tetraforda aşağı. 1, 2, 3, 4. 1, 2, 3, 4 uşaqlar yuxarı getdik. Aşağı deyirəm onu. Alt tetrafor. 4, 3, 2, 1. Oxuyaq. Re. Re, bəli. Re, do, si, la. Re minor, la minorda alt tetrafor aşağı. Pilələrlə. 4, 3, 2, 1. Notlarla. Re, do, si, la. Üst tetrafor yuxarı. Pilələr. 5, 6, 7, 1. Oxuyaq. Natural. Mi, fa, sol, la. Aşağı harmonik. Üst tetrafor yuxarı. La minorda üst tetrafor aşağı harmonik kaldı. La, sol, diez, fa, mi. Yönetim. Mi, fa, diez, sol, diez, la. Aşağı. La, sol, bekar, fa, bekar, mi. Oxuyaq. Natural. Mi, fa, sol, la. Geri. La, sol, fa, mi harmonik. Mi, fa, sol, diez, la. Geri. La, sol, diez, fa, mi. Yönetim. Mi, fa, diez, sol, diez, la. La, sol, bekar, fa, bekar, mi. Neyi okuduk? La minorda üst tetrafordu 3 aldı okuduk. Okuyaq əsas üç səslər. İnşallah. Hansılardır əsas üç səslərimiz? Filələr. 1, 4, 5. 1, 4, 5. Əhsən. Oxuyaq. La, do, mi. Do'nun səslisi. Yox, dönmələrini yox. Ancaq üç səslər oxuyaq hələ ki. La, do, mi. Do'nun səsisini oxuduq. Re, fa, təmiz. Re, fa, la. Sonradan üç səslisi. Mi, sol, diez, si. Dönmələrin üç səslisi və tonika. La, la. Ara gedirik. Axırda tonikaya evimizə qayıdırıq. Düzdür? Bir də gəl. La, do, mi, re, fa, la. Mi, sol, si, la, la. Tek oxu Gülsüm. La, təmiz. La, lo, gəl. La, do, mi. Təmiz oxu. Çalmadan təmiz oxumalı. Öyrənməlisiniz. Evdə çox oxumalısınız. La, do, mi. Təmiz. Re, tapa bilməliyik. Midən sonra re, təmiz. Re, fa, yo, fa, la. Dönmə altı səslisi. Təmiz. Mi,
Əla. Oxu Rəvan. Do, təmiz. Burada oxu. Təmiz mi? Fatih zifirlər mənə geçmişlər. Təmiz oxu, fikrin dərsdə olsun. Arməyik halk şiarəsi. Evdə çoxlu çal oxu. Maşallah piyaninası yoxdur, amma bu videoları qoyur, üstündə oxuyur, düzdür? Lütfən. Ona görə təmiz oxuyur. Amma sizin piyaninanız var, uşaqlar. Oxuyun evdə, tənbəllik etməyin. Salfetça sözünün mənası səslərin adını çəkərək oxumaq deməkdir. Bu quru nəzəriyyə deyil. Baxıram yazmısınız, bəli, hər şeyi yazırsınız. Bu təkrardır əslində, düzdür? Əslində Ləminoru birinci sinifdə keçmişik. Sadəcə təkrar edirik ki, piyaninası olmayanlar evdə oxuya bilsin, təkrarlaya bilsin. Ondan ona görə yazırıq. Amma piyaninası olan uşaqların belə etmək yaxşı. Bunu çoxlu oxumaq lazımdır. Çünki qiymət yazılır sizə oxumağa. 4-5 almaq istəyən təmiz oxuya bilməlidir. Yox, quru nəzəriyyəsini əzbər desək, bütün tapşırıqlarını yerinə yetirsin. Bu 3-dür. Bu nəzəriyyə deyil. Bu fənnin adı salfetcadır. Yaxşı mı? Bunları çoxlu oxumaq lazımdır. Söz verirsiniz? Ay sağ ol. İndi oxuyuruq əsas hissəsləri, indi dövmələri ilə ardıcıl oxuyacaqlar. Ya da ayrıca soruşum, əsas saks akordlarımız hansılardır? Üçəsləri oxuduq, əsas saks akordlar. Üçəslərin neçə dövməsi var? Aha. Tonika seks akordu, subdominanta seks akordu, dominant seks akordu. Pillələr? Yox. Tonika saks akordu neçədir? Tonika üçəsəsi neçədən əmələ gəlir uşaqlar? Tonika neçədir? 1. 2-ni ötürürük 3, 4-ü ötürürük 5. Düzdür, birdən tonika 3 səslisi. 3 səsli necə dönməsi var? 2. Hansılardır? Gözüm bu dəqiqə sadalar. Birinci nə gəlir? Birinci dönməsi. Birinci seks-akord, ikinci kvart seks-akord. Demək, birdən nə əmələ gəlir? Tonika 3 səslisi. 3-dən tonika seks-akordu, 5-dən tonika kvart seks-akordu. Demək, tonika seks-akordu neçənci pillədən əmələ gəlir? 3-dən. 3, 6, 7. Bəli, 3, 6, 7. Tonika seks-akordu 3-dən, subdominant seks-akord 6-dan, dominant seks-akord 7-dən. Bunları əzbərləyin. Oxuyaq indi. Əsas seks-akordlar, yalnız əsas seks-akordlar. Buyurun, 3-cü pillədən. Üçəsin quruluşu nədir uşaqlar? Bir səs ötürülür. Nə əmələ gəlir? Neçəsiz əmələ gəlir? Tersiyalarla qurulur. Düzdür, tersiyalı gəl tersiyadır. Bəs seks-akordun quruluşu nədir? Tersiyalı gəl kvarta. Kvart seks-akordun quruluşu? Kvarta gəl tersiyalı. İndi oxuyaq. Üçüncü piləsini tapaq, ləmin oxuyacaq. Do. Tersiyalı və kvarta. Gəl. Do, mi, sol. Son niyə uşaqlar? La, do, mi, idi. La keçir axıra. Kösan bir oyun eylər, keçini qoyun eylər, la'nı sol eləməyək. 3 səsli qurmuruq, kvarta qururuq tersadan sonra. Do'dan mi'də tapdıq, mi'də kvarta qurmalıyıq ki, quruluşu budur. Və yaxud da la, do, mi dönəndə nə olur? La keçir axıra, nə olur? Do, mi, Do, mi, la, yatmayın inşallah. Oxuyaq. Do, mi, la. 3, 5, 1. Tonika seks-akordu sonra. İndi neçəni tapmalıyıq? 3-dən oxuduq tonika seks-akordu. İndi 6. 6-sı subdominant seks-akordu. Tapaq 6-nı ləminoru tez ama. Fa. Bəli, 1, 7, 6 düşdük. Fa, tırça, la. Yenə do dediniz. Niyə? Si. Niyə si? Tapmaca tapmamış Allah. Subdominant 3 səslisi nə idi? 1, 4, 5, yox. Subdominantın 3 səslisi nə idi? La minorda. Hansı notlarıydı? Neçə idi? Subdominantın neçədir? 4. 4-dən 3 səsli quranda nə olur? Hansı notlar olur? 4-dən 3 səsli uşaqlar. Re. Re. Cəd olunda biraz. Re, fa.
Re, fa, la. İndi dönmə idi. Bəli, fa, la, re oxuyaq. Fa, la, dörtsə, la'dan da kvarta 4 pillə hara düşür? Re'yə oxuyaq. Oxuyun, əlinizi çəkin oxuyun. Fa, la, re, təmiz, do, 6, 1, 4. Soldan sextakord, düzdür? İndi döndən sextakord oxuyaq. La 1'dir. Neçədən əvvələ gəldi döndən sextakord? 3-dən tonika sextakordu, 6-dan subdominant sextakord və bəli, 7-dən həmişə dominanta subdominantadan bir pillə yuxarı olur. Bu 6-dırsa bu 7-dir. Bu 1-dirsə o 2-dir. Bu 5-dirsə bu 4-dirsə o 5-dir. Düzdür? Subdominanta 4-dirsə dominanta 5-dir. Subdominanta 6-dırsa dominanta 7-dir, subdominanta 1-dirsə dominanta 2 olacaq. Bir pillə yuxarı olur. Düzdür? İndi tapaq 7-ni la minorda. Cəb, harmonikalı. Sol diyez. Oxuyaq. Sol, diyez. Sextakord sonra oxuyaq. Sol, diyez. Si. Re niyə uşaqlar kvarta deyirik axı? Terç üstə gəl kvarta. Sidən kvarta dodur qızım. Kvarta neçə pillədir? 4. Tez sayaq sidən. Mi, bəli. Üç səsli vəziyyətinə çevirək. Üç səsli nə olur? Dominant üç səslisi nə idi? Evdə məşğul olmaq lazımdır. Ki, sürətlə düşünə biləsiniz. Dominant neçənci pillədir la minorda? 5. 5'i tez tapın. 5 re. Mi. Mi. Üç səslisini qurun. Gəl. Mi sol diyez. Mi, sol, diyez, si. Dönəndə nə olur? Sol diyez si re. Necə mi, re'yə çevrilə bilər ki? Özün dedin axı. Mi, sol, diyez, si. Dönmədə birinci səslisi atırıq axıra. Özün də si'dən tapdın, mi tapdın ki, kvarta 4 pillə mi'yə düşür. Evdə məşğul olan uşaqlar olmadı bu. Oxuyaq. Sol, diyez. Oxuyuruq. Əlinizi çəkin, oxuyuruq. Səsiz gəlsin. Sol, diyez. Bir dəfə, gəl re, gəl do. Sol, diyez, cəz. Sol, diyez, si, mi. Sol, diyez, si, mi. Eləməm. 7, 2, 5. Sextakord və tonika. Bir də oxuyaq. Əsas sextakordları la minorda. Do, mi, la. Sextakord fa, la, re. Soldan sextakord sol, si, mi. Döndən sextakord la. Sürətlə oxumaq lazım. Uşaqlar çalmadan. Do, mi, la, fa, la, re. Sol, si, mi, la. Çalmadan təmiz oxuya bilmək üçün evdə məşğul olmaq lazımdır. Hər gün saatlarla oxumaq lazımdır ki, ta ki, kimdə sən misal üçün təmiz oxumağı öz-özünə alınır. Kimdəsə alınmırsa daha çox oxumalısınız. Yaxşı, heç olmasa 15 dəqiqə, yarım saat oxuyun hər gün evdə bunları. Oldu? Bu oldu sextakordlarımız. İndi kvarteks, əsas kvarteks hansılardır? Gəl. Tonika kvarts hexakorda, subdominant kvarts hexakorda, Dominanta kvarteks akordu. Hansı pillələrdən? Tonika 1 idi. Üç səslisi 1 idi. Sextakordu 3 idi. Kvarts sextakordu 5. Tonika kvarts sextakordu 5'dən. Aha. 5, 1, 2. Subdominant kvarts sextakord 1'dən. Dominant kvarts sextakord və 2'dən. Düzdür? Oxuyaq. 5'i tapaq la minorda. Gəl. Mi. Oxuyaq şalar. Mi. Şalar. Niyə sol diyez? Niyə? Hansıdır? Quruluşu nədir kvarts sextakordun? Kvarts sextakordun quruluşu nədir? 5. Şalar. Səsli terç üstə gəl terç. Sextakord terç üstə gəl kvart edir. Kvarts sextakordun quruluşu. Kvart neçə pillədir? 4 pillə. Mi'dən hara düşür? Oxuyaq. Mi, la, do. Baxın, la, do, mi. La bir dənə keçir axıra. Do, mi, la. Do bir dənə keçir axıra. Mi, la, do. Oxuyaq. Oxuyaq.
La. Yenə do. Klassik akordun adı deyil. Əvvəli nədir uşaqlar? Re. Klassik akordun əvvəli nədir uşaqlar? Quruluşu nədir klassik akordun? Kvarta süresi tersiyer. Bəs tez-tez deyil də. La, re və La, re, sol. Yok. Fa. Mi. fa. Niyə? Sekundadır. Var quruluşunda sekunda. Kvarta var quruluşunda kvarta. Yox, kvarta üstə gəl tersiyadır. Tersiyanı neçə fillədir uşaqlar? Tersiya. 3 fillə. Re'dən hara çıxır? Re, mi, fa. Oxuyaq. Re, fa, la deyildi. Su dırnaq düzcəsisi. Re'ni atırıq axıra. Fa, la, re. Fa'nı atırıq axıra. La, re, fa. Oxuyaq. La, re, fa. Su dırnaq kvartsaksa kord bilələrlə. Birdən bir əmələ gəldi. Düz bir, altı. Bu dırnaq kvartsaksa kord. O neçədən? Bu birdirsə o neçə? 4. 2. İndi sayaq. Ne olacak? Si. Sol. Mi. Si. Si. Mi. Sol. Si mi ama harmonikalı. Sol değil. Sol ses okuyalım. Si. Mi. Sol. Si. Beş. Dırnak sesle ortayı kalya. Ne ardıcıl okuyalım. Mi. La. Do. Gel. Mi. La. Do. La. Re. Fa. Si. Mi. Sol. Kalya. Birden. Mi. La. Baxın belə oxumalıyıq. Çalmadan təmiz oxuyalım. Mi. La. Do. La. Re. Fa. Si. Mi. Sol. Diyez. Kalya. La. Aydındır. Çalmadan tərtəmiz oxuya bilməzsiniz. İndi bilələrdən. 5, 1, 3, təmiz. Oxuyun. 5, 1, 3, 1, 4, 6, 2, 5, 7, kalala. Əsas üç səslər dövmələri ilə ardıcıl oxuyaq uşaqlar. La, cəd olun. Fikriniz, uşaq oturun. Fikriniz burada olsun. Aha. La, do, mi, la, mi, la, do. Döngü içerisinde sakız akordu, karzakız akordunu okuduk. Düzdür. Do, su dırnaklarını tabağı, re. Düzdür. Re, fa, la, re. La, re, fa. Beşi tabağı, mi. Mi, sol, dia, si. Sol, dia, si, mi. Si, mi, sol, dia, la. Bir de okuyalım. La, cel. La, do, mi, la, do. Re, fa, la, re. La, re, fa, mi, sol, si. Sol, si, mi, sol, la. Sürət gəlib çatsın deyə çox oxumaq lazımdır ki, bir şey çox edəsən ki, yaxşı alınsın. Düzdür, tortu çox bişirmək lazımdır ki, ən azı 100 dəfə bişirəsən ki, dadlı alınsın. Düzdür, uşaqlar? Bunu da eynən bişirin evdə, çoxlu. Fikirləşmək, gözləmək, çaşmaq, bunlar olmasın, yaxşı? İndi pilələrlə oxuyaq. 1, 3, 1, 3, 5, 1, 5, 1, 3, 4, 4, 6, 1, 6, 1, 4, 1, 4, 6, 5, tırnakla, 5, 7, 2, 7, 2, 5, 2, 5, 7, 1, yaxşı. Bunları mükəmməl öyrənirsiniz. Əsas üç səslər. 1, 4, 5, əsas 8 akord var. 5. 3, 6, 7, əsas var 8 akord var. 5, 1, 2. 5, 1, 2. 5, 1, 2. Oxuyaq uşaqlar latda intervalları. Minorda kiçik sekundalar. Qamanı neçənci pilələrdən əmələ gəlir? Ne?
La minorda. Minorda kiçik sekundalar qamanın neçənci pillələrdə əmələ gəlir? İkinci sekunda ikinci. 2, 2. 5, 7. Deyində 2, 5, 7. Oxuyaq. İkinci pillə nədir? İkinci bile. Si. Oxuyaq. Si. Si. Sekunda neçə pillədir? 2. 2. Ara düşür? Do. Do. Bəli, oxuyaq. Si. Do. 5. Mi. Fa. 7. Sol. Sekunda la. Aha, bir də. Minorda kiçik sekundalar. 2, 5. Hamı bilirdi. Minorda kiçik sekundalar. 2, 2, 5, 7. Gəl. Oxuyurum. 2. Si. Sekunda. 5. Mi. Sekunda. Təmiz. 7. Sol. Sekunda. La. Si. Do. Mi. Fa. Sol. Tezlər çalmadan dəniz oxuya bilməliyik. Evdə çox oxumaq lazımdır. Məşğul olmaq lazımdır. Ümumiyyətlə, kim evdə oxuyur? Heç kəs. Əksən, maşallah. Nə deyim? Böyük sekundalar 2, 5, 7-dən çıxanda nə qalır uşaqlar? 1, 3, 5. 1, 3, 4. 1, 3, 4. 6-dan isə artırılmış sekundalar gəlir, amma yuxarı siniflərdə keçəcək. Daha doğrusu bu il proqramda səhv etmirəmsə var, bəli, əsəbində var, səccədində var. Oxuyaq. 1-dən sekunda. La. Təmiz. La. Təmiz. Sekunda. Təmiz oxuyun. 3-dən. Do. Sekunda gəl. 4-dən. Yaşını tamam. 1-dən. Sekunda. Böyük sekundalar. Böyük sekundalar. 1, 3, 4. 1, 3, 4. Kiçik sekundalar. 1, 3, 2, 5, 2, 5, 7. Oxuyaq böyük sekundaları. 1-dən, 3-dən, 4-dən. La, si, do, re, mi, fa, la. Majorda, minorda kiçik tərçalar. 1, 2, Aha, 1, 2, 4, 7. 3, Oxuyaq. La, tərçə necə bilirlər uşaqlar? 3, gəl. La, birinci pillədən tərçə sayaq. 3 pillə sayaq. Do, 2-dən. Si. Si, tərçə. Re, 4-dən. Do. 4. Ləmin. Re. Re, tərçə. Re, fa. 7-dən. Si. So. Harmonik. So. Sol, si, tərçə. La. Yox. Si. 3 pillə. Si, fonika, la. Bir yerdə gəl. La, do, si, re, fa, sol, si, la. Bir də la, do, çalıram. Pianinası olmayanlar üçün çalıram bərk-bərk. Oxuyarsınız üstündə. La, do, si, re, fa, sol, si. Kiçik tərçələr, tonika, la. 1, 2, 4, 7-dən kiçik tərçələr. Nə qaldı? 2, 3. Yox. 3, 5, 6-dan da böyük tərçələr. Oxuyaq 3-ü. Tez. Do. Do, tərçə. Mi. Baxın sözdə böyük tərçə mənə gəldi 5. Mi. Sol, diyez. 6. Fa. Fa. La. Bir də. Do, mi, sol, diyez, fa, la. Bir də do, mi, sol, diyez, fa, la. Yaxşı. İndi oxuyaq xalis kvartalar. Minorda, harmonik minorda xalis kvartalar. Hansı pillələrdən əmələ gəlir? Kaç var? 1, 3, 5, 6, 7. 1, 2, 3, 5. Oxuyaq birdən kvarta. La, xalis kvarta. La. Kvarta necə bilmədi? 4 gəl sırayla. La. Re. 2-dən. Si. Si. Gəl oğlum. Mi. 3-dən. Do. Do.
5. Do. 5. Mi. Kvartal. La. Temiz. La, re, si, mi, do, fa, mi, la. Oldu xalis kvartalarımız. 1, 2, 3, 5'ler. Okuyoruz bir de. La, re, si, mi, do, fa, mi, la. Xalis kvintalar uşaqlar. Armenik kvintalda, xalis kvintalarda maniçəcə pilələrdə əmələ gəlir. Gəl. 1, 4, 5, 6. 1, 4, 5, 6. Oxuyalım. Bir də kvintal. Neçə pilədir kvintal? 5. Gəl. La, mi, səndən əmələ Kiçik saksalar, harmonik minorda kiçik saksalar. Kiçik sekundalar neçəymiş uşaqlar? 2, 5, 7. Bu isə 1, 5, 7. Kiçik saksalar 1, 5, 7. Oxuyaq birdən saksa. Necə bilədir saksa? 6. Oxuyaq. La. Bəli. Neçə pillələrdir? 1, 5, 7. Oxuyaq. La, fa, 5. Mi, saksa, 6 pillə. Yox, mi, do. Sonra 7. Sonra sana harmonik minordan söhbət gedir. Yox. 6 pillə. Çıxanda nə qaldı uşaqlar? 2, 3, 4, 6. Oxuyaq. Kiçik sakslarımız 2-dən. Lə minorda necə? Lə minordayıq. Gəl. Si, sakslar. Sol, diyez. Böyük sakslarlarda uşaqlar harmonikada. Si, sol, diyez. Si, sol, diyez. Yolçda, si, sol, diyez. Oxuyaq. Si, sol, diyez. Sonra do, la. 4'ten indik. Re, si. 6'dan fa, do. Yox. 8, fa, re, bir də böyük sakslarları oxuyaq. Pilələr nə oldu? 2, 3, 4, 6. Oxuyaq. Qaldı septimalarımız. Septima neçə pillədir uşaqlar? 7. Yazmamısınız sırıqda septimaları. Sən yazmışsan. Siz niyə yazmamısınız uşaqlar? Septimaların böyükləri hansı pillələrdən əmələ gəlir? Sırıqda septimaları əlavə edərsiniz. Yaxşı.
Yaxşı. İndicə elə işləyərsiniz. Niyə işləməmisiz ki? Amma bir içinə çıxmışdım, qalmışdı. Yarımçıq elə yazmamışsınız, hə? 2023-də. Hə? O vaxtdan qalıb işləməmisiz. Əlavə edərsiniz. Yaxşı uşaqlar. Yarım il olmamışdı. Aha. Uşaqlar, işləyək uşaqlar. Oxuyaq. Böyük səpçimalarımız oldu. Böyük səpçimalarımız. Anayın kıyılarda böyük səpçimalar. 1, 4, 3, 7. yox, gözünün qabağındadır. 1, 3, 6. 1, 3, 6. 1, 3, 6'dan oxuyaq. Böyük səpçima. Sol. Tisanızda boşa gəlir. Düzdür. La, sol, 3, 4, 6, birden, üçten, altıdan. La, birden. Septima, üçten. Do, böyük septima. Si, altıdan. Fa, böyük septima. Uşaqlar, 1, 3, altını çıxanda nə qalır? 2, 4, 5. 7-dən əmələ gəlmir. 7-dən əskildilmiş sətim əmələ gəlir. O da səcəvində olur balların birinci cüzdür. Onu da keçəcək. Hələ bax. Aha, 2, 3, 4-dən əmələ gəlir. Kiçik sətimalarımız. Oxuyaq gələn. Si, nə? Sətima necə bilədir? 7. Ana düşür sidən. Hə, ya. Hansı pillələrdir? Əsas pillələrimiz hansılardır? 1, 4, 5. 1, 4, 5. Köməkçilər hansı? 2, 3, 2, 6, 3, 6, 7. Bu pillələrdən əmələ gələn üç səslər də nə adlanır? Köməkçi üç səslərimiz hansılardır? Oxuyaq. 2, Bəli, ikinci pillə nədir? si. Uşaqlar, üç səslər necə qurulur? Si. Bir səs ötürə-ötürə. Gəl. Si. Qonu ötürürük. Bu köməkçi üç səslər 7-dən 2-dən əmələ gələn üç səslərə hansı üç səslərdir? Əksəniyə aparıcı, bəli, çünki aparıcı səslərdir. 7 və 2. Düzdür, 2 və 7-dən əmələ gələn üç səslərimiz adlanır. Aparıcı üç səslər. 3-dən və 6-dan əmələ gələn üç səslərimiz adlanır. Medianta üç səsləri. Düzdür, üçüncü pillə nə adlanır uşaqlar? Medianta. Birinci pillə qalma, birinci pilləsi nə adlanır? Tonika. Üçüncü pillə medianta. 6 submedianta. Aha. Baxın, tonikadan yuxarıdırsa medianta, aşağıdırsa submedianta. Yəni altdakı orta səs. Düzdür, tonika ilə dominant arasındakı 1 ilə 5-in arasındakı orta səs 3. Tonika ilə aşağı subdominanta arasında. Bax, tonikadan yuxarı kvinta dominantadır, tonikadan aşağı kvinta subdominantadır. Tonikadan terça yuxarı medianta, tonikadan terça aşağı submedianta adlanır. Düzdür? Ona görə 3-cü, 6-cı pillələrdə əmələ gələn üç səslərimiz nə adlanır inşallah? Medianta üç səslər adlanır. Yaxşı. Bəs 2-7 aparıcı üç səslər adlanır. İkinci pillə uşaqlar bizi aşağıya aparır. Ona görə aşağıya aparıcı ton adlanır. İstiqamət bildirir. 7 üstə aparır, yuxarıya aparır. Yuxarıya aparıcı ton adlanır. Amma əslində tonikadan re, tonika 1'de re, üstte diyorsa altta.
ikinci mərtəbə üstədir birdən, yoxsa Üstədir. üstədir. Ona görə əslində üstə parçadan adlanır. Sadəcə tərcümələrdə səhv gedir. 2 üstə parçadan, 7 isə tonikadan altdadır, yoxsa altdadır. Altdadır, ona görə əslində alta parçadan, amma tərcümələrdə onlar səhv tərcümə olunur. Aşağıya, ikinci pillə aşağıya parçadan, 7 yuxarıya parçadan olmalıdır, istiqamət bildirir. Çünki aşağıya çəkir bizi, aparır, düzdür, ona görə aparıcıdan adlanır. Tonikanı əhatə edərək, tonikaya həll olan səslər, aparıcı səslər adlanır. 2. Üstə parçadan, 7 əslində alta parçadandır. Baxın, rastladı mayələr. Mayə əsasən 4-cü pillətdə, düzdür. Mayə 4-dürsə, 5. Üstə parçadan tonudur, mayənin üstə parçadan. 4-ün mayənin altı, 3. Alta parçadandır. Düzdür, Azərbaycan latlarında da belədir, hər yerdə belədir. Demək, 7-dən 2-dən əmələ gələn səslər oldu. Aparıcı 3-dən 6-dan median səsləri yarışır. Təkrarladıq.